Sosial verilişlər daha çoxluq təşkil edir. Özü 3 saatdır. Hələ bir eyni saatı gözləyirlər ki, bu saatda başlayırıq sosial proqramı. Serialdan betər olur sosial verilişlər. Acından mı ölmüşsünüz? Acından belə eləyirlər. Heç bir şey ailəyə oturub baxmaq olmur da. Heç cinayətdir ya başqa bir şeydir. TikTokda məşhur olan adamları çıxardılar efirə. Səsi olmayan. Azərbaycan sözünü düzgün tələffüz edə bilməyən Azərbaycan deyən adamlar efirlərdədir. Komediya kanalının özü bir dəqiqə TikTok belə deyək də. TikTokda baş verən hadisələri daşıyırlar səhnəyə. Bunu eləməliyəm ki, səhnə dinamikası artır. Nə oldu? Abajı gəl. Ged olma. Bu nədir? Senzura var idi. İndi senzura yox. Rahat. Seriallarımız da məişət mövzusu üzərindədir. Çıxarmırıq da biz o məişətdən, o xəyanətdən. Seriallar ki, bu mövzuların üzərində qurulur. İzləyən qadın da fikirləşir ki, mən rahatlıqla həyat yoldaşımı tərk eləyə bilərəm, yaxud da ona xəyanət eləyə bilərəm. Yəni nəticəsi nə ola bilər? Maksimum serialla bunu göstərir. Çünki də onlar yox ki, biz dəyişməliyik. Salam. Bu günləri biz televiziyaların bugünkü durumundan danışacağıq. Televiziyalara baxırıqmı və yaxud da baxmırıq? Baxmırıqsa niyə baxmırıq? Mütləq şərhdə bildirin ki, niyə siz televiziyaya baxmırsınız? Baxırsanmı? Yox. Niyə baxmırsan? Yoxdur, maraqlı heç nə yoxdur, məni çəkəcək heç nə yoxdur və sıxıcıdır. Otur belə 3 saat gözlə, ya da maraqlı bir şey varsa onun bir 90 dəqiqəlik bir reklam girsin araya. Çox pisdir. Yəni onu gözləyincə buradan internetlə qabaq verirsən də, bura maraqsızdır, ver qabaq bölümə. Buranı keç falan. Nələrin olmağını istəyərdin televiziyalarda? Nələrin olmağını istəyərdim? Daha çox multik veriş. Orada ne multifilmlər yoxdur? Multik olsun, nə olar ki? Biraz multik olsun. Bir dənə var ARB Günəşdə, onun da adını uşaqlar bilmir. Ki, belə bir kanal var, uşaqlar üçün cizgi film. Amma fikir verdin, hər səhərlər cizgi filmi verirlərdi. Xəzərdə verirdilər, hesab eləməmişəm əvvələr. Deniz Mişçi çox maraqlı cizgi filmlər olurdu. İndi o olmur. Çünki efiri neynəsə doldurmalı, neynəsə deyəndə televiziyanın qazancı da reklamdandır da. Reklamlı bir veriliş olmalıdır. Səhər proqramı, orada məsəl üçün müəyyən qədər sponsor cəlb edib dolanmaq. Amma bu çox pisdir də. Uşaqlar üçün cizgi filmi yoxdur. Yox. Alım arxadakı musiki. Damın üstündə çəkiləndə belə şeylər olur uşaqlar. Yaxşı işi damın üstündə çəkilir. Pozitiv musikimiz gəlir qıraqda. Amma mağazin verilişlərinə də ara sıra baxırdım. Mağazin verilişləri də odur. Əvvəl deyirsən maraqlı idi. Əvvəl maraqlı idi. İndi var hələ də. Baxmıram, niyə bilmirəm, amma əvvəl maraqlı idi. Onlar falan var, amma o deyil də yəni. Əvvəl kimi deyil. Onlar daha maraqlı idi. Əvvəl hamı maraqlı idi, indi insanlar da maraqsızdır. Soyuq. Göz çəkə biləcək bir şey də yox. Soyuq, burada soyuq. Əvvəl fikir verdin, Çalçağır var idi. Nə var idi? Soy Production idi, o proyekt. Çalçağır var idi. Maraqlı şey. Onda sən yox idin, hə? Ona görə belə qəribə baxırdın. Çox maraqlı bir proyekt idi. Keyxanım idi, orsu kim idi? Yox, Dilarəni bilirəm. Dilarəni bilirəm, Keyxanım idi. Opsun adı yadımdan çıxdı, bax. Səviş müəllim də buradan salamlayıram. Çox maraqlı bir proyekt idi. Gözləyirik. Elə bir proyekt axtarırıq, bax. Sonra Yeni Ulduz var idi. Yeni Ulduzun özü necə maraqlı bir proyekt idi. O da yadımda deyil. Əyləncəli idi. Yox, yadımdadır. Yadımda durub gedəcəkdim ki. Deyirəm, yadımdadır. Nə deyirəm, yadımda deyil. Əyləncəli idi. Hələ də var da, qısa bəzi səhnələrini paylaşırlar. Amma çox maraqlı idi. Onlar maraqlı idi. Adam çəkirdi. Bilirsən, o vaxtda TikTok olsaydı, bax bunlar, bilirsən, partlayardı da TikTokdakı belə şeylər var. Amma indi də partlayırdı o vaxtın şeyləri. O deyil də amma. İndi Elgizin verilişində maraqlı mal cəmələr çox Elgiz maraqlıdır. O gülməlidir. Sanki Elgizin verilişinə gələnlər çox aşağılayırlarmış kimi mənə elə bir hiss elətdirir. Hamısının verilişində elədir də, deyil. Əlbəttə. Öz aparıcılardan daha çox ora qonağa gələnlər əzirlər. Heç xoş bir şeydir. Bildi-bilmədi bir mikrofonu alır əlinə, qışqıra-qışqıra sən beləsən, eləsən, kiminsə həyatı barəsində. Sosial verilişlər... Buna görə baxmıram. Yadıma düşdü niyə baxmıram. Buna görə baxmıram. Sosial verilişlər daha çoxluq təşkil edir. Özü 3 saatdır. 3 saat. Maşallah. Özdə bütün kanallarda hələ bir eyni saatı gözləyirlər ki,
Bu saatdə başlayırıq sosial proqramı. Amma sosial da sosial deyil. Əvvəl axtarırlardı da adamı, tapırlardı, verirlərdi. Amma indi bir adamı bir ay, 2 ay axtarırlar. Bəlkə də tapıblar. Gizlədirlər ki. Uzansın deyənə. Gizəm qatmaq istəyirlər. Serialdan beter olub sosial verilişlər. Falan kəs dayı nə deyəcək? Az sonra, sabahı gözləyin. Sabah falan şey olur. Yoxsa yox. Elmira hər cavabın deyir, yoxsa yox cavabı. O vaxtda şey də var idi, toy olsun da var idi. Hər şey toy olsundan başladı da. Toy olsun kökü orada qoyuldu. Ondan da toy verilişlərlə başladılar. Dedilər ki, bu sosialda daha partlada bilər. Yəni Ceyran xala çıxdı ortalığa. Ceyran xala o viral olmuşdu, reklamlara zadı çağırırlar tabii. Ondan sonra bütün kanallar dedi ki, bu çörək var da bu işdə. Gəl bunu eləyək. Ay kişi, MTV kimi kanal. Biz MTV-ni musiqili, əyləncəli bir kanal kimi tanıyırıq da. Ama şu an ne yapıyoruz? Sən niyə sosial bir proqrama girəsən? Nə ehtiyac var idi buna? İhtiyac var. Acından mı ölmüşsünüz? Acından belə eləyirlər. Niyə eləyəsən də yəni? Ağladım hem. Ha. Şükür Allahın dövlət televiziyaları öz belə deyək də vibe-ını qoruyub. İctimaini mən çox bəyənirəm. Adam üstündə Allah var. İctimainin proqramları çox keyfiyyətlidir. Çəkdiyi seriallar da keyfiyyətlidir. Bu da nədən irəli gəlir? Sərmayədən. Verdiyi kanallardan. Ha. Özəl kanallar niyə bunu eləyə bilmir? Çünki reklam sayəsində dolanır. Reklam da nədən gəlir? Sosial verilişlərdən gəlir. Deməli, səhər proqramlarımız açılır bizim əyləncə ilə. O əyləncə demək olarsa. Fikir vermişsənlə bir iki paralel dünyadır. Bir tərəfdə sosial dərdli verilişlər, digər tərəfdə şən veriliş, amma necə veriliş? Məşhur çıxır səhnəyə və orada öz paltarını nümayiş elətdirir, zinət əşyalarından danışır, qiymətindən danışır. Sanki bir tərəfdə kasıbçılıqdır o sosial verilişlərdə. Digər tərəfdə isə çox belə necə bahalı bir həyat var da. Hamının arzuları. Hə, hamının arzuları oradadır. Bax, nəyi təbliğ edirsiniz də? Tutaq ki, bir məşhur çıxır orada öz əşyalarından danışır, onların qiymətini açıqlayır, söyləyir. Bunu mənə filan kəs aldı. Əşyalarıyla məşhur olur. İzləyən, ay sağ ol, elədir. Və onu izləyən izləyici bir ki, mən niyə ərə gedib belə deyək də, həyatımı məhv eləyirəm ki. Mən də gedib müğənni ola bilərəm. Elə bir adamı çıxardırlar kefrə. Oxuyanlar qalıb ha kənarda. Oxuya bilməyənlər. Azərbaycan sözünü düzgün tələffüz edə bilməyən, Azərbaycan deyən adamlar efirlərdədir. TikTokda məşhur olan adamları çıxardırlar efirə. Kimin daha çox izləyici, kimin daha çox kütləsi varsa, onlar bugün efirdədir. Sanki televiziya qoşulub, TikTok'un əksinə olmalıdır. Kabelin bir tərəf oradadır. Televiziyanın bilsən necə gücü var. İstəsələr eləyə bilərlər. Çox böyük gücü var televiziyanın. İctimai necə elədi? Yeri gələndə deyirlər ki, indi sosial dövrdür, Instagram var, TikTok var, o var, bu var. Bacarmırıq və ictimai necə bacarır? İctimai bir dənə serial verir, A'dan Z'yə bir dənə serial var idi. Bütün TikTok ondan danışırdı. Əqrəb mövsümünün özü. Hər kəs ondan danışırdı ki, necə bir serialdır. Sonra sən bir adını çəkdin, serialın ictimaidə gedirdi. Tilov adası. Görsən, sən kimi insanın diqqətini cəlb eləyə bilib, sən oturub baxmısan. Elədim, maraqlıydı. Cidden maraqlıydı. Baxmırdım. Bir dənə açdım, belə saxlaya bilmədim. Otur gözlərəm bölümü çıxsın. Ay sağ ol, görsən necə? Sirikləyici. Hə, intizarda saxlayır. Amma bizdə hələ bir ki, show proqramlar özəl kanallardan gedirdi söhbət. Show proqramlar serialları əvəz eləyir. Daha çox sosial tipli proqramlardan gedirdi söhbət. Sosial, niyə məsələn Aki deyirəm? Abi kimi baxıyoruz. Niyə görə sosial verilişlər serialları daha çox üstələyir? Ya seriallarımız o deyil. Ya çəkə bilmirik. Baxırsan, atlar fərqlidir, amma mövzu eynidir. Ya biz məişət mövzusundan çıxa bilmirik. Hamısından biraz vardı. Hem çəkə bilməməyi var. Hem zaten TV o değil. Hamısından biraz yığılır deyənə hazırki vəziyyət budur da.
Tek bir şeyin eksikliği yoktu da diye bu olsa düzələcək. Tek bir şey de değil. Çok şey var. Seriallarımız da məişət mövzusu üzərindədir. Çıxarmırıq da biz o məişətdən, o Mümkün xəyanətdən. Kişi qadınla xəyanət elədi. Nə bilim. Bu sən əslində nəyi təbliğ eləyir? Bax, bunu seriallar ki bu mövzuların üzərində qurulur, izləyən qadın da fikirləşir ki, mən rahatlıqla həyat yoldaşımı tərk eləyə bilərəm, və yaxud da ona xəyanət eləyə bilərəm. Yəni nəticəsi nə ola bilər? Deyə maksimum serial mənə bunu göstərir. Öldürə bilərəm. Rahatlıqla gizlədə bilərəm. Və yaxud da Aysa onu dedim, öldürərəm, gizlədərəm. Elə bir cinayət də oldu. Həyat yoldaşını öldürüb həyatında basdırmışdı. 6 ay axtarırlar da. Prosta orada harda özünü yandırdı. Kartına hər ay pul gəlirdi. Oradan tutdular ki, bu necə baş? Bundan sonra John da öyrənəcək. Ya bilsən əvvəllər seriallar maraqlı idimi? Bilmirəm. Bilmirəm. İndi maraqlıdırmı? Yox. Deyil. Bir dənə ictimai belə bizə göstərdiyi seriallar maraqlıdır, okey. Həm də uşaq serialına da müraciət elədilər. Rüfəti də buradan salamlayıram. Çox sağ ol ki, heç olmazsa sən və komandan uşaqlar üçün nəsə bir serial elədiniz. Yəni ictimai də bunun arkasındaydı. Daha çox olsa daha qəşəng olur. Hə, bunu digər televiziyalar eləsə yaxşı olmazmı? Ailəvi filmlərdə oturub baxmalı belə ailə ilə baxıla biləcək bir şey. Heç bir şey ailə ilə oturub baxmaq olmur da. Heç cinayətdir ya başqa bir şeydir. O deyil də oturub belə uşağından falan tam baxa biləcəyim belə o dadda bir şey olsun. Olsun, nə olar olsun. Olsun. Bunun üçün maliyyə lazımdır, başa düşürük. O vaxtı dövlət televiziyalara maliyyə ayırırdı. Onun hesabına televiziyalar ayaqsa idi. İndi dövlət o maliyyəni ayırmır. Bəs niyə ayırmır? Ayırmır ona görə ki, bu dünyanın hər bir yerindədir. Televiziya özü qazanmalıdır. Məsəl üçün təsəvvür elə, dövlət sənə həm pulu ayırır, həm sən buradan reklamdan da pul götürürsən. Bir yerə qədər ayırır da, bir vaxtlar ayırırdı. Yəni niyə bir belə deyək də gələcəyinizi proqnozlaşdırmadınız ki, gələcəyə bu layihələr ola bilər, bu layihələr üçün falan qədər pul lazım ola bilər? Olmadı. Və nəticə nə oldu? İndi qalıblar sponsorların ümidinə. Sponsorlar nə deyir, onu da çəkirlər. Sanki bizə necə? Əvvəllər sosial verilişlər necə idi? Real idi. Hardasa inanırdın da. İndi elə deyil, indi qurmadır. Hamısı. Hər şeydə qurmadır. Bir adamı 6 ay axtarırlar. O da şeydə, mən bildiyim qədər, mənə gəlib çatan söhbətə görə, o iştirakçılar ki gəlir, ki mənə kömək eləyin, bəs mənim yoldaşım qaçıb, o yoldaşımı tapmaq istəyirəm, Moskvada da tapılıb da. Sadəcə deyirlər ki, sən yaxşı reyting vermirsən, gəl səni yazaq maaşa, sən falan qədər maaş al. Gəl daimi. Sən yaxşı reyting verirsən. Bəlkə də oradakılar hamısı da elədi ya, yəni maaşa bağlanıblar. Serial belə də silsiləli gedir də bu proses. Ki mən falan qədər maaş aldım, yaxşıyam. Orada da deyirlər ki, sən bu dəfə də yaxşı elədin. Gəlin dəfə də reyting eləsən, sən maaşını biraz da qaldırırıq. Nə olur? Birinin ürəyi gedir, bir də saçını yolur. Baxırsan çox belə. Amma aktyorluqları var. Gürcüstan. Onlar dəyərləndirsinlər də filmlər üçün. Məncə bunun başında bizə nə dayanır? Reyting məsələsi. O ki, reyting məsələsi ki, gəldi bütün televiziyalarımıza. Ondan sonra aləm dəydi bir-birinə. Senzura var idi, indi senzura yoxdur. Rahat. Küçə danışıqıdır, elə bir aparıcıların danışığı. Yəni qonaqla olan münasibət, qonağa qoyulan. Mən bilirsən nəyə çatmır? Ürəyim doludur. Qonaq bilə-bilə ki, bu verilişin formatı belədir. Niyə gedirsiniz o verilişə? Və bir yandan da tənqid edirsiniz. Məncə bəlkə həm eləyirlər, həm gedirlər. Həm eləyirlər, həm gedirlər. Biz elə idi sizi. Özləri istəyirlər də onu ki, məni reklam elə. O bir-iki verilişlər var ya, gedirlər ki, maşının bardovçuğunu açırlar, nə bilim, arkasına nəsə tapdılar. Ay yox, onu göstərmə. Oranı açma. Yaxşı qutarın da. Güya siz istəmirsiniz. Siz istəməsəniz kim gəlib çəkə bilər? Bu sənin şəxsindir, yəni ictimai yerdə deyilsən. Bu sən şəxsindirsə, sən şəxsin toxunulmazdır. Belə də olmasa indi heç kəs baxmazıq. Demək ki, sən icazə versin ki, gəl mənim şəxsimə qədər gir. Yox, onu çəkmək olmaz. Sən niyə onu elədin? Qutarında da kimi ağladırsınız. Niyə də onlar yox, bəlkə biz dəyişməliyik.
Tam ya o dəyişəsi deyil kimi görünür də mənə, dəyişməyəcək kimi. Ya biz dəyişsək, biz onların baxışlarını azaltsaq, o reytinqlərini salsaq, bəlkə düzələr. O da düzəlməyəcək. Birinci podkastımızda mən bunu demişdim ki, bizim millət bilmirəm nədir də, aqressiv xəbərlərə oxumağa daha meyillidir. Sən sosial şeylər xaosdan bəslənir. Hə. Özündə çatmadığı şeyi orada axtarmaq. Məsəl üçün ailədə bir problem baş verdi. Bu mənim də başıma gəlmişdi. Qoy baxım buna görüm axırı necə olacaq. Bu da aparıcıya məlum olduğuna görə rahat manipulyasiya manipulasiya özündə danışa bilmirəm. Manipulyasiya edə bilər rahat şəkildə. Ki hə, izləyicilərin buna baxır. Bizim axşam verilişlərimiz yox dərəcəsindədir. Bir-iki veriliş var, deyil mi? Əvvəllər var idi. Əvvəllər isə var idi. İndi axşamımızda xəbərlər deyə. Əvvəllər Teltime necə maraqlı bir proyekt idi. Mərd Show var idi Lider TV-də. Murad Adaşov var idi. Çox qəşəng, çox maraqlı bir proyekt idi. Maşın Show'nun özü. Maşın Show'nun sonra yavaş-yavaş artıq görürük ki, qurmadı, tutmur. Amma birincidə necə idi? Real idi insanlar. Real olduğuna görə də hamı baxırdı. Qəfət Show var idi o vaxtda ATV-də. Orada da məsəl üçün iştirakçılar öz gücünə qalmalı idi. SMS-ində falan var idi. Yenul Luzunu özü necə maraqlı bir proyekt idi. Onu demişdim, indi də deyirəm. O vaxtda sən hər şey real idi. Sən insanlar öz beyinlərindən fikirləşirdilər ki, aha, gəlin belə bir proyekt eləyək, buna baxacaqlar, bu olacaq, bu olacaq və fikirləşirlərdi. İndi fikirləşmirlər. İndi rahatdılar axı, açır telefonu, qoyur qabağına, sürüşdürdü. Aha, bu izlənməsi var, bunu qoyum ora, bunu çıxardım falan. Maksimum relax. İndi elə bir şey. Belə olan indi fikirləşsinlər də. Beyinlərinə əziyyət vermək istəmirlər. Çox rahatdır çünki. O vaxt elə ATV-də şey vardı, Fort Boyard. Necə həvəslə onu gözləyənlər var idi. Fort Boyard başladı, mətanətlə zardı, qəşəng dinamikadan aparırlardı o verilişləri. Mən çox istəyirəm ki, o aparıcılar şov verilişlər aparsınlar. Çünki zardı çox qəşəng alınır. Mətanət xanımın özündə çox qəşəng alınır. İndi də elə şovunu aparır. Amma məsəl üçün amma yenə əvvəlki deyil də. Xəzər heç indi öz əvvəlki Xəzər deyil. Əvvəl Xəzər daha maraqlı idi. İndi Xəzər elə bir sanki Murad gələndən sonra mən fikirləşirdim ki, Xəzərdə bir partlayış olacaq. Daha qəşəng. Hə, mən gözləyirdim çünki Muradın özü bir kreativ adamdır. Amma gördüm ki, yox, Xəzər də qoşuldu digər kanalların siyahısına, elə də gedir. Allaha təvəkkül. Həvəslərini alıblar ya. Hə, Xəzər bizə necə idi? ATV Xəzər bir-birindən rəqabətdə olan kanallardır. İndi baxırsan ki, çox geri gedirlər. Komediya xananın özü bir dəqiqə TikTok belə deyək də, TikTokda baş verən hadisələri daşıyırlar səhnəyə. Heç maraqlı deyil. Baxırsan ona. Yox, mən çox maraqsızdır. Ay, çox da şey eləmək istəmirəm, bir şey demək istəmirəm barədə. Amma yəni çox lazımsız bir şeydir. O deyil. Bizdəkilərin komediyası o şəkildə alınmır. Ya da nə bilim onların elədiyi proyekt o şəkildə alınmır. Ya komediya yanaşma düzgün deyil. Çox iyrəncdir, iyrənc dərəcəsində. Sən nə fikirləşirlər? Bunu eləməliyəm ki, səhnə dinamikası artır. Nə oldu? Abajı gəl. Ged olma. Bu nədir? Mən buna niyə? Yəni mən buna niyə gülüm ki? Nə baş verdi ki, mən orada gülüm? Orada da yəni şey gəlirlər, məişət mövzusuna gəlir. Məişət mövzusundan çıxıb danışdılar da. Şey elədilər bu yaxında. Danışır, qadın ancaq zinət şeyləri falan Hə, bu yaxında da şey elədilər. İki bacının mancı məşhurlaşmışdı. Götürdülər, onu da səhnələşdirdilər. O da qışqırdı. Bunlar da eyni şey elədilər. Onlar da oturub baxırlar. Yəni nədir də bu? Nə ötürdünüz bizə? Televiziyanın birinci işi maarifləndirməkdir. Maariflənirikmi? Xeyr. Yəni TikTok işdir. Televiziyalarımız deməli 90 dəqiqəlik proqramdan 20 saniyəlik TikTokçu material çıxır. Deyirlər ki, bizim verilişlər reyting verir deyənə baxılır. Sizin verilişlər reyting vermir. Yəni biləsiniz. Sadəcə TikTokda çıxır qabağımıza, görürük, baxırıq. Yəni, əylənənlər də var, yəni ona komment bildirənlər də var. 3-5 reyting gələndə sevinirlər ki, bizim veriliş partladı. Siz nədən danışırsınız? Veriliş olub ki, 25 reyting verib. Ona nə deyək? Ümumiyyətlə reyting niyə var? Ay sağ ol, reyting niyə var da? Yəni, nə gərək var buna? Bu sponsorun əlinə niyə gedib çıxmalıdır ki? Sənin ümumiyyətlə proqramına niyə sponsor qərar verməlidir ki, bu efir reytinglidir, mən bu efirə yatırım edirəm. Onda belə çıxır ki, digər kanallarda məsəl üçün verilişlər var da, ona da qarışsınlar da. Məsəl üçün ATV-də
bir proyekt izləyirdim. Düşən pullar. 2 mərtəbəli şou. Çox maraqlı və intellektual bir veriliş idi. Çox maraqlı bir proyekt idi. Çox yaxşı bir proyekt idi. Büdcəli proyekt idi, başa düşürük. Amma bilirsən, adam baxanda deyir ki, ayda hələ bir xarici kanallardakı hansı bir verilişə baxıram da. Acıq elə şeylərə biz bu dəqiqə. Çox acıq. İndi şeydə ASTV-də yeri gəlmişkən kino klub olacaq. Maraqlıdır mənim üçün. Necə bir proqram olacaq? O vaxtki kimi kino klub mu olacaq, olmayacaq onu da bilmirəm. İzləyəcəm hər halda. Bir də bu yaxınlarda ASTV-ni belə çox şeylədilər. Ki 26 milyon nəsə şeyi var, əksiyi var. Vertolyot almaq istəyir. Ona görə bir kanalın niyə vertolyotu olmasın ki? Ya okey, dron başa düşdük də. Təsəvvür eləyin, Bakının hansı bir nöqtəsində güclü bir yanğın olub. Sən o probkana, o tıxacla gedib ora çatıb dronu qaldırana qədər iş işdən keçmiş ola bilər. Hazır vertolyot əlinin altında qalxdın, işini gördün, qayıtdın. Bir tamaşaçı nəyə baxmaq istəyir, ondan danışırıq ki, yəni azaldın bu sosial proqramları. Yəni tənqid elədiyiniz ASTV-yə bir dəfə efirinə oturun, baxın, görün nə cür bir verilişlər qoyur ortalığa. Və yaxud da şey istəyirsiniz də, belə intellektual veriliş zat istəyirsiniz. İctimainin efirinə baxın. Əlaçı verilişi var orada. O vaxtda Zəif bənd verilişi vardı. Çox maraqlı proyekt idi. Arzulayırıq olsun. Milyonçu şousu var. Oturun baxın. Şeydir, baxış sayıları azdır. Bu reyting məsələsi bizim evimizi yıxır. Reyting ucu batında Space orada can verir, canı ilə əlləşir. Müşfiq Hətamovun vaxtında Space inkişafa doğru gedirdi. Bilmirəm, indi görmüsən yoxsa yox. Oranın xəbər pavilyonu dəyişilmişdi, böyük bir ekran eləmişdilər. Hətta aparıcının oturduğu masanın altına qədər ekran idi. Xəbərin çatdırılma qaydası, onu da belə şeylədilər. Yəni rəhbərlik gələndən sonra başqa bir, indi bilmirəm kim gəldi. Dəyərləndirmədilər. Ay sağ ol. Rəhbərlik gələndən sonra sanki Space belə sən necə canı ilə əlləşir, qoşublar üstünə. Əlimizdə olanları dəyərləndirə bilmirik. Süni aparatda qoşublar onu. Nəfəs alır da indi. İnşallah ki, yaxşı olar. Bu Dünya TV var şeydə Sumqayıtın yer varı quruğunda. Dünyada xəbərsiz bir kanal. Bilsən, digər kanallar elə bir mövqe seçməli idi ki, Dünya TV də baxmalı idi onlara, qoşulmalı idi ki, ayıbdır da yəni. Sanki bütün kanallar deyir ki, Dünya TV tək qalmasın, gəl bizdə düşək, onun yolu ilə gedək. Ümid edirik ki, televiziyalarda islahatlar olar. Yəni, tənqid etmədən öncə o kanalın efirinə baxın. Bax, siz, yenə qaydıram ASTV söhbətinə, siz o kanalı tənqid edirsiniz, amma o kanal necə keyfiyyətli yayım verir. Amma arzu edirik ki, digər kanallar da məsəl üçün keyfiyyətli yayım ötürsünlər bizdə, biz izləyicilər. Kanalların üstünə yıxırıq, sözü də kəsirəm, robotmuş kimi bir şeydən danışırıq. Yəni bunun başında duranlar bunu eləsinlər də. Kanal prosto nədir ki, bir dənə adı var. Bunun başında duranlar bir şeylər eləsinlər artıq. Sən, məncə, televiziyanın başında olan insanlar da televiziya maqnatı deyirlər də. Televiziyadan anlayışı olmayan adam gəlib oturub televiziyanın başında. Düzəltsinlər də bunu. Bizdə niyə hər şeydə belədir? Heç nədən anlayışı olmayan gəlir tamam dəxlisiz bir şeydə oturur. Universitetdən diploma alırsan. Mesleğimlə şey arasındakı farq da. Ay sağ ol. Niyə elə olur da? Və ona görə televiziyalarımız gəlir bu vəziyyətə düşür. Belə bir vəziyyətə gəlir düşür. Ona görə televiziya rəhbərlərində böyük günah var. Mən günahı televiziya rəhbərlərində görürəm, sən də elə düşünürsən. Bilsən nə görə? Televiziya rəhbərləri ilk öncə reyting məsələsində imtina eləməlidirlər. Bir mənalı olaraq. Yəni bu tək televiziya rəhbərinin işi deyil də. Bir neçə televiziya rəhbərləri qoşulmalıdır ki, okey, biz reyting cədvəlindən imtina edirik, qardaş, istəmirik sizi. Öpürük, sağ olun. Çünki sizin bizim gətirdiyimiz duruma baxın, nə durumdayıq. Bir də qaydın əvvələ baxın, nə durumdayıq. O durumdan çıxmağın vaxtıdır. Ona görə biz reytingini iptal edirik, türklər demiş qoyuruq kənara. Öz bildiyimizi və bir qədər də maliyyə xərcləmək lazımdır bu işə. Yəni maliyyə xərcləməlisən ki, maliyyə gəlməlidir. Necə ki, böyük televiziyalar eləyirlər bunu, türk kanalları da hətta eləyir bunu da. Böyük bir işə pul yatırırlar, ondan sonra öz qazanclarını əldə edirlər. Bizim tamaşaçılarımız öz kanallarımıza baxmırlar. Bunu bilin. Bizim izləyicilərimiz baxır ən çox Rus kanallarına.
Xarici kanallara baxır. Rus dilini bilməyən insanlar da türk kanallarına baxır. Rus kanallarda qəşəngdir də. Rus kanalları Verilişi əlbəttə qəşəng qəşəngdir. eləyirlər. Satmağı bacarırlar da insana o məlumatı. Hə, bizdə marketinq elə bil, o da Hə, öyle. işte gəlir bu da buna dayanır. Hamısı belə bir-birinə şeydir, dayana gedir. Sən Qərib vəziyyətdə sponsor verən adamlar bəlkə düz adamlara şeyləmirlər. ola bilər. Daydaylı qarnı atan. Baş oğlu, o nəfəsim çıxdı. İndi az çəkmək şeyində deyildi. O proqram var idi bir dənə. Gör nə qədər bilirsən. Mən ona pul şeyləmişəm. O da dedi ki, pul gəlir də. Verilişi dirçəltmək Qoy. lazımdır. Nəyin hesabına? Falan şeyin hesabına. Olmaz. Valla bilsən, televiziya bizim evimizə qonaqdır da. Biz kanal çevirəndə verilişlərdən xəbərimiz olmur. Belə bilirik, indi nədən söhbət gedir. Amma iç mövzusu olaraq, məsəl üçün, mövzu nədir? Ondan xəbərsizlik və elə bir mövzudan girirlər ki, evimizə adam utanır ya baxanda. Adam üzünü tutur. Düzəlsə baxarsan bəs. TV-yə qayıdarsın. Düzəlməsi üçün birincisi reyting məsələsi Getməli. çıxmalıdır, itməlidir. Bax, bunu Baku TV-yə çox yaxşı eləyir. Anında xəbər verə bilir. Bu Baku TV-nin üstünlüyüdür. Öpürəm sizi. İctimai proqramları necədir? Görsə, ictimai reytingə əhəmiyyət vermir. Amma onun məsəl üçün də proqramlarında olan müəyyən bir fikirlər viral olur. Amma digər kanallar nə edir? Digər kanallar nə edir? Düşür TikTok'un arxasıca və nəticədə çox biabırçı bir mənzərə yaranır. Məncə reytingdən imtina eləsələr və sosial tipli proqramları keçirsələr ikinci plana, daha çox belə deyək də necə deyim, o da ifadə eləmək olmur. Ən azından oturmuşlara baxın da. Elə bir proqram göstərsinlər ki, bizim adam gözünü çəkə bilməsin ki, ay Allah, bu necə möhtəşəm proyektdir də. Necə maraqlı bir proyektdir. Mən düşünürəm ki, TV özünə gəlsin. Biz TV-yə baxaq. Çünki getdikcə bu TV-nin yox olmasına gətirib çıxarda bilər. İki kanaldan asılı qalmayaq. Biz bu qədər ölkəmizdə televiziya var. Əslində o da səhvdir də. Çox televiziya var. Azalmalıdır. Bəlkə onda. Hə, bizim əhali üçün televiziya çoxdur. Azalsa, keyfiyyətli yayım olsa, inanın ki, kanallar bilsən necə bir-birinə rəqabət. Hələ sponsorlar da onların arxasınca gələr ki, şeydir də, verilişin özü çox maraqlıdır. Biz buna yatırım eləməyik, qiyməti nədir? Bizən qiymətin artımı da oradan başlayar. Ki hə, oradan artıq satırsan sənin proyektini. Amma belə düşünürsən 3 manatın, 5 manatın Birinci sponsor axtarıb sonra bunu eləyirlər də. Birinci eləyib sonra sponsorun özünün sizə gəlməsini səhv. gözləsəz. bəli, səhvdir. Ona Elə görə daha düzgün olardı. Ona görə indi real həyat 50 düymlü ekranda deyil. 6 düymlü ekrandadır. Ona görə elə eləyin ki, biz yenidən qayıdaq. Qaytarın bizi. Tamaşaçı olaraq bilsən insanın içində o belə deyək də istəyi var. Baxmaq istəyirik televiziyalarımıza. Var da əvvəllər çünki maraqlı idi. Əvvəl oturub yığışırdıq. baxırdım. Hə, ailə ilə baxmaq istədiyimiz bir yerin o. Biz niyə türk kanallarına baxaq ki? Biz niyə rus Özümüzünkilər kanallarına? varkən də Bizim niyə bunu inanırsan, insanlar o qədər talantlı insanlardır ki, çox şəxəli insanlarıq da. Biz bütün dillərdə də rahat danışa bilirik, başa düşə bilirik. Çox maraqlı proyektlər eləmək olar. Eləmək Olar, lazımdır. Gələn podkastımızda çox maraqlı bir mövzunu müzakirə edəcəyik. İndidən açıb sürprizi pozmaq istəmirəm. İzləmədə Çox qalır. maraqlı bir ortam olacaq. Odur ki, bizi izləyin. Damdan şərhlər düşürük yazın. artıq. Şərhlər yazın. Sağ olasınız. Sağ olun. Hələlik.